Ümumiyyətlə, ailə dəyəri nədir sizin üçün? Ailə nədir? Ailəni necə qorunmaq lazımdır? Nəyə önəm vermək lazımdır? Siz həm burdakı ailələri görmüsünüz, eyni zamanda da bir çox ölkələrdə ailələrlə sıx təmasda olmusunuz. Bax, nədir ailə? Bir Azərbaycanlı ailəsinin dəyəri nədir və onu qoruyub saxlaya bilirikmi biz bugün? Mən İngiltərədə olmuşam, sonra Çində olmuşam, mən 6 ay yaşamışam. Bəli. Amerikada, bəzi ölkələrdə olmuşam, ailələrlə az. Onların fərqlidir bizdən. Bizdə ailə gərək uşağı doğumdan ta ki təqaüdə çıxana kimi onunla məşğul olur. Təqaüddən sonra da. Təqaüddən sonra. Uşağın təqaüdünə. Bəli. Özümüzün yox. Onun təqaüdünə. Allah ömür versin, uşağın təqaüdünə qədər yaşayaq. Bizdə bu ailə münasibətləri belədir. Amerikada məsələn, uşaq 16 yaşına çatdı, o sərbəst. Daha ailə ona cavabdeh deyil. Yaxşı da pisdir. Bunun yaxşı cəhətləri də var, bəzi mənfi cəhətlər də var. Yaxşı cəhət odur ki, o uşaq sərbəstliyə alışır. Deməli, böyle bir yırtıcı bir insan kimi bu. Çünki Amerikada hər şey özün əldə etməlisən. Özün əldə etməlisən, həm də böyük bir rəqabət var. Yaşamaq uğrunda mübarizə aparmalısan. Ona görə sən ailədən çıxandıkən ona alışırsan. Məsələn, 16 yaşından bunlar ailədən çıxırlar. Eyni şəhərdə də yaşasa, ailədə qalmırlar. Ev tuturlar, ya apartmentdə qalırlar, neyinirlərsə, bu evdən çıxmalıdır.